Rəsmi Moskvadan şok bir bəyanat gəlib. Azərbaycan səfirliyini Amerika Birləşmiş Ştatları vurub. Bu Rusiyanın iddiasıdır. Belçikanın Xaricilər Naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını Rusiya təqzib edir. Rusiyanın Belçikadakı səfirliyi bu ithamlara əsassız və tələsik verilmiş qərar hesab edir. Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan Amerika Birləşmiş Ştatları istehsalı olan Patriot hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yaralana bilər. Rusiya Xaricilər Nazirliyi də yayımladığı press-relizdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə zərbələr planlaşdırarkən diplomatik missiyaların yerləşdiyi ünvanları nəzərə alır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə həmin gün endirilən zərbələr Ukraynanın müdafiə sənaye kompleksinə və enerji infrastrukturu obyektlərinə yönəlib. Zərbələr zamanı Kinjal hipersəs raketləri və zərbə pualarının tətbiq edildiyi də qeyd olunub.